Salam aleyküm, hardayam? Sultepe Çiçək qəsəbəsindəyəm. Bir dənə sizin əşyalı 26.500 manata. 26.500 verirsən, kredit deyil, nə qiymətidir. Əşyalardan nə görürsünüz hamısı qalır. Bir dənə bu paltaryanla bu peçka çıxır. Qalan nə görürsünüz qalır, bir də xalçalardan başqa. Yəni bu Xnomi bir təzə yığılır qalır, qaz peçi, aspirator, divan dəsti qalır, mətbəx üçün. Baxın. Kombi radiatorları bütün otaqlarda var. Buradan gəldi. Bir dənə də burada zal studiyo 2 otaqdır. Bir dənə burada çox böyük yataq otağıdır. Nə qədər? 20 dənəli seksiyalı. Burada da kombi radiatoru var. Arxa tərəfdə də həyəti var. Artıra bilərsən. Qabaq tərəfdə də həyət var. Ümumilikdə 3 sotun içərisində yer. Burada da bir dənə dediyim kimi yataq otağıdır. Ölçülər yaxşıdır. Bax bu dəstə ilə çox pul verir. Yəni onlar hamısı qalacaq. Yəni qiymətinə görə bugünkü gündə yağışlı havada gəlmişəm çəkməyə 26.500 ideal qiymətədir. Həyət bacası geniş. İşığın şotçusu da var. Qazın çəkilib, amma ki hal-hazırda istifadə edir, amma qazın şotçusu yoxdur. Yəni əlaqə saxlayım, çıxıb çöldən də göstərəcəm. Bu Wi-Fi nə qədər var, televizor nə qədər var, hamısı qalır bunların. Çıxıb çöldə tanış elə. Yəni artırmağa yerin də var. Nə qədər istəyirsən artıra bilərsən. Bu da çöldən görünüşüdür. Bunu bax sıxıntılar çıxardıb qabağını artıra bilərsən. Bura qədər 2 dənə otaq rahatlıqla artırırsan. Yəni 3 otaqlı kimi istifadə edə bilərsən. Hal-hazırda studiya 2 otaqda, amma radno 3 otaq kimi düzəldə bilərsən. Çöldə hamam sanuzeli çöldədir. Yəni artırıb hamam sanuzeli bax bura qədər artırıb hamam sanuzeli də sala bilərsən evin içərisinə. Yəni əlaqə saxlayan həyət bacası çox genişdir. Yağışdır deyə çox da güclü çəkə bilmirəm. Gələndə inşallah özünüz baxarsınız. Sağ olun.